Ağdaş rayonunun Qoşaqovaq kənd sakinləri təxminən 20 günə yaxındır təşviş içərisində yaşayırlar. Sakinlər bildirirlər ki, gecə saatlarında tanımadıkları naməlum varlıqlar həyətlərə daxil olaraq evlərin dam örtüklərini, pəncərələrini daşlayaraq yoxa çıxırlar. Kənd sakinləri dəfələrlə həmin varlıqları tutmağa çalışsalar da buna nail ola bilməyiblər. Arxasından getmişik, cəmaət çığır, bağır salır, gedirik, qovuruq, tuta bilmirik. Çəpərdən çəpərə keçir, nə bilmən, qaçır. Yəni mən özüm fakt 3 gün bundan qabaq bu həyətin ağzında, bu həyət mənimdir. Bu qapının ağzında görmüm bunu. Gecə saat 3 idi. Yəni gecə saat 3 adımdan sonra çalırlar ki, sən 3-də nə arırdın? Amma biz 15 gündür yatmırıq. Yəni özümüz oyaq qarıq, uşaqlar yatır. Kənd bələdiyyəsindən verilən məlumata görə indiyə qədər həmin varlıqlar heç kimə xəsarət yetirməyiblər. Amma sakinlərin təşvişindən sonra bir neçə gündür ki, polis əməkdaşları kənd ərazisinə baxış keçirərək orada postlar qurublar. Son günlər biz 2-3 gündür biz polis işçilərlə bir yerdə tədbirlər keçirmişik. Kənd ərazisində gecələr növbələr təşkil eləmişik. Bu belə şübhələrdir cəmaət arasında yayılıbdır. Bu son 2 gündə bu nəticəsi bilinəcək ki, bu cəmaətin arasında qorxu görəcək. Ağdaş rayon polis şöbəsindən isə məsələ ilə bağlı heç bir açıqlama verilmədi. Elnari İbrahimova, Aqil Məhərrəmov, Şaban Cəfərov, Ağdaş.